Konkret olarak bu adı altında yani konkret sənədin məncə belə bir konkret sənəd olmayıb. Bütövlükdə bilirsiniz ki 92-ci ilin mayında həm Şuşanın işğalı, həm də Laçın və Laçın rayonu ərazisinin işğalı baş verdi və ermənilərin hücum əməliyyatlarının dayandırılması üçün müəyyən taktiki müdafiə tədbirləri görüldü. Amma bütövlükdə xüsusən 92-ci ildə və 93-cü illərin əvvəllərində ümumi bu məsələyə yanaşma ondan ibarət idi ki, Azərbaycanın dövlət sərhədlərini, konkret olaraq Ermənistanla dövlət sərhədləri möhkəmləndirilsin. Qazax, Gədəbəy, Tovuz rayonu ərazisində müəyyən bizim üçün orada əlverişsiz şərait yaradan birisi ki, bir neçə anklav ləğv edildi, konkret başkənd əməliyyatını mən nəzərdə tuturam. Dağlıq Qarabağ istiqamətində isə əsas məsələ o dövrdə, hər halda 1992-ci ildə iyul ayında əsas götürülən yanaşma ondan ibarət idi ki, tezliklə bu işğal olunmuş torpaqları azad etmək lazımdır. Ona görə də açıqca demək lazımdır ki, 92-ci ilin yayında xeyli dərəcədə bizim hərbi taktiki baxımdan bir sıra planlar torpaqları azad eləmək üzərində qurulurdu və bu baxımdan bunu hər halda bu termini indi işlətmək olar, müəyyən mənada hücum məsələləri daha çox nəzərdən keçirilirdi. Я не буду сейчас полностью раскрывать свою концепцию, но скажу, что же надо делать. Как военный человек я все-таки скажу, что надо делать. Мы настолько все примитивно делаем. Удивительно примитивно. Вот смотрите, сколько здесь было народу, сколько осталось. Это наши отношения к нашей родине, к нашей судьбе. Любая война является величайшим испытанием для государства, для народа. Чтобы успешно вести войну, необходимо принять соответствующий пакет законов военного времени. Эти законы зачастую непопулярны, трудно воспринимаются народом. Но мне кажется, что хуже уже не бывает, чем сегодня. Я еще раз убежден, что если мы все построим, сделаем так, как положено, значит результат будет. Если я не геолог и приду, буду в любом месте копать, там я уверен, что нефть никогда оттуда не выйдет. Значит, все должны делать профессионалы. Это проще всего всем понятно должно быть. И доверие должно быть им. Терпение должно быть. Təəssüflə qeyd etmək lazım gəlir və konkret General Bəşarlı tərəfindən işlənib hazırlanmış və sonra Dövlət Müdafiə Komitəsində təsdiq olunmuş plana görə iyul aylarında bu şərait olaraq Qırmızı Bazar əməliyyatı adlanırdı. Bu hücum əməliyyatlarının genişləndirilərək hətta həlledici şəkildə xüsusən Əsgəran Stepanakert o dövrdə ermənilərin dediyi kimi Xankəndi istiqamətində həlledici dönüşə nail olmaq məqsədi daşıyan bir əməliyyat işlənib hazırlanmışdı. Əlbəttə bunun səbəblərindən danışmaq olur, amma təxminən iyul aylarında bu əməliyyat, yəni hücum əməliyyatlarının ikinci mərhələsi bizim üçün uğursuzluqla qutardı. Xeyli silahlı hərbi zirehli qüvvələrin də iştirak elədiyi silahlı qüvvələrimiz mühasirəyə düşdü və General Bəşarlının baş qərargah rəisinin vəzifəsindən getməsinin əsas səbəbi həmin əməliyyatın uğursuz olması idi. General Bəşarlı istifa verməyib. General Bəşarlı demək baş qərargah rəis vəzifəsindən azad edilib. Hansı səbəbə görə? Bu məsələnin üzərində dayandım. Bilirsiniz, yəni səbəb Qırmızı Bazar əməliyyatının uğursuzluğu idi. Konkret demək buna səbəb isə Müdafiə Nazirinin təqdimatı idi. Müdafiə Nazirinin Rəhim Qazıyevin bəli, təqdimatı, bəli. Mən səhv eləmirəmsə, o vaxt mərhum Əbülfəz Elçibəyin bir türk hərbi müşaviri var idi, Yaşar Paşa.
Bir neçə hərbi müşavir vardı. Bu dövlətlər arası müqavilələr əsasən bilirsiniz ki, Biri də Yaşar Paşa. Türkiyənin bəli hərbi mütəxəssisləri bizdə iştirak edirdi. Bəli, biri də Yaşar Paşa. Onun münasibəti necə olmuşdu Bərşadın vəzifədən azad edilməsini? Xatırlamırsınız? Mən bu məsələyə xüsusi olaraq demək, yəni təfərrüata getmək istəyirəm, amma ümumiyyətlə bu kadr məsələlərinin həllində xarici müşavirlərin rəyi əsas rol oynayır. Konkret olaraq yenə müdafiə xarakterli tədbirlərdən biri kimi 92-ci ilin yayından başlayaraq Kəlbəcərin Murov istiqamətindəki müdafiəsinin təşkili və yolun çəkilməsi strateji bir əhəmiyyətli bir yol idi o dövrdə bu. Sonradan 93-cü ildə əslində Kəlbəcər əhalisinin mühasirədən çıxarılmasında çox mühüm bir rol oynamışdı. O yolun çəkilməsi və Kəlbəcərin, ümumiyyətlə Kəlbəcərin Ermənistanla sərhəd olan yerlərində də müdafiə qurğularının yaradılması barədə tapşırıqlar verilmişdi və bu istiqamətdə təkrar edirəm, təkcə hərbi orqanlar, silahlı qüvvələr yox, konkret icra hakimiyyəti orqanları, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları Nazirlər Kabinetinin şəxsində iştirak edirdi. Və yadınıza salıram ki, sonradan 93-cü ildə Kəlbəcər işğal olunarkən, bu işğalın səbəbləri araşdırılarkən məhz bu müdafiə qurğularının nə üçün effekt verməməsi və faktiki olaraq, konkret olaraq praktikada nəzərə çıxdı ki, çox yaratmaz bir şəkildə təşkil olunması məsələsi qaldırılmışdı və təhlil olunmuşdu. Budur ki, belə bir sənəd, bu ad altında konkret olaraq müəyyən bir sözündə Azərbaycanın yəni müdafiəsi planı adlı sənəd məncə olmayıb. Bütövlükdə götürülən işlər, bütövlükdə aparılan işlər bu istiqamətdə istər işğal olunmuş torpaqların azad olunması, istərsə də erməni təcavüzünün qarşısının alınması, konkret istər Ermənistanla bizim dövlət sərhədlərimizin möhkəmləndirilməsi, istərsə də demək, döyüş əməliyyatlarının getdiyi ərazilərdə müəyyən taktik, operativ, belə demək, təyinatlı müdafiə qurğularının yaradılması məsələsi istiqamətində şübhəsiz işlər görülür. Lakin mən bu məsələyə bir halda ki, siz qaldırmışsınız, 93-cü ilin yazında baş qərargah tərəfindən və mən səhv eləmirəmsə, baxmayaraq ki, artıq Bərşadlı o dövrdə bilirsiniz, Naxçıvanski məktəbinin direktoru idi, amma müəyyən məsləhətçi kimi baş qərargahın bəzi işlərinə bir ekspert kimi, mütəxəssis kimi cəlb edilirdi. O cümlədən Bərşadlının özünün də iştirakı ilə 2 eşalon müdafiə xəttinin yaradılması bir ön döyüş xəttinə yaxın bir istiqamətdə, bir də demək Kür çayı hətta müəyyən hüdudlarda toxunulmaqla strateji müdafiə bir eşalonunun yaradılması məsələsi gündəmə çıxarılmışdı. Bu çox uzun müddətli bir müdafiə məsələsidir. Çünki artıq məlum olmuşdur ki, Azərbaycanın bütövlükdə işğalı planları mövcuddur. O cümlədən Ermənistan və onun müttəfiqlərinin Azərbaycan barədə planları barədə dəqiq məlumatlar olmuşdur. Bu iki yəni bir-birinin arxasınca olan strateji müdafiə xəttlərinin yaradılması planı gündəmə çıxarılmışdı. Bu 93-cü ilin yazında artıq xüsusən uğursuz döyüş əməliyyatlarından sonra baş qərargahın təqdim elədiyi Dövlət Müdafiə Komitəsinə və Ali Baş Komandanlığa təqdim elədiyi layihələr idi. Dərhal mart ayından başlayaraq bəzi təxirə salınmaz işlər, xüsusən Kəlbəcər istiqamətində təşkil edilən işlər görülməsi, sürətləndirilməsi barədə tapşırıqlar verilmişdi, amma bütövlükdə şübhəsiz bunu reallaşdırmaq o vaxt mümkün olmadı. Kəlbəcər işğal olunduqdan sonra bilirsiniz ki, Kəlbəcərin işğalı Ermənistan qoşunlarının və bu gizli deyil, həm də onlara birbaşa kömək edən, bilavasitə kömək edən və döyüş əməliyyatlarında iştirak edən Rus qoşunlarının iki tərəfdən hücumu nəticəsində baş vurmuşdur. Bir istiqamət demək Ağdərə rayonu ərazisindəki Dağlıq Qarabağ istiqamətindən hücum gəlmişdi. Amma digər xüsusən gözlənilməz o dövrdə bizim bəzi hərbi hissələr üçün olan hücum Ermənistan bilavasitə ərazisindən olan hücum idi. Və məhz sonradan təhlil edilərkən bu məsələ barədə xüsusi dövlət komissiyası da yaradılmışdı. O cümlədən Müdafiə Nazirliyinin özünün tərkibində də bu məsələni təhqiq edən ekspert qrupu yaradılmışdı.
faktiki olaraq mən əvvəldən qeyd elədim ki, hələ mart ayından başlayaraq həyata keçirilən, ümumiyyətlə isə ümumi plandan əlavə hər bir konkret hissənin, bilavasitə yəni döyüş əməklərinin getdiyi hissənin müəyyən müdafiə işlərinin, taktik xarakterli müdafiə işlərinin aparılması barədə də məsələ barədə xeyli hesabat verilmişdi və mən sizə deyim ki, istər Müdafiə Nazirliyi tərəfindən, istər oradakı qoşunlar komandanlığı tərəfindən, istərsə icra hakimiyyəti orqanlarının xətti ilə Kəlbəcər istiqamətindəki müdafiə qurğularının normal vəziyyətdə olması haqqında hələ konkret olaraq mən sizə deyim ki, ermənilərin 16 martda ilk hücum əməliyyatları başlanmışdı və 21-22 martda bu genişlənirdi. Həmin ərəfədə kifayət qədər, belə deyək ki, çox optimist hesabatlar verilmişdi. Bu məsələ konkret olaraq müzakirə bir neçə dəfə həm Dövlət Müdafiə Komitəsində, həm də Müdafiə Nazirliyinin işçilərinin iştirakı ilə demək müzakirə edilmişdi. Nazirlər Kabinetində isə mənim xatırladığım ondan ibarət ki, Nazirlər Kabinetində konkret olaraq icra hakimiyyəti orqanlarının bu sahədə gördükləri işin vəziyyəti müzakirə edilmişdi və bu da yaratması hesab olunmuşdu. Fakt ondan ibarət olmuşdu ki, bir daha da bu məlum idi artıq ki, nəzərdə tutulmuş strateji, belə deyək ki, müdafiə qrupları bir tərəfə qalsın. Konkret o dövrdə ermənilərin mümkün olan və gözlənilən hücumu qarşısında müdafiə qurğularının yaradılması, özdə təkcə bu deyək ki, hansısa istehkamlardan və ya səngərlərdən ibarət deyildi, xüsusən rabitə qurğularının yaradılması sayəsində vəziyyət çox yaratmaz idi.